Necm suresi. Rəhman və Rəhim Allahın adıyla. Bismillahirrahmanirrahim. And olsun batmaqda olan ulduza, yoldaşınız Muhammed doğru yoldan sapmamış, azğınlaşmamış, sizə dediyini özündən demir, dediyi vəhiy aldığıdır. Dediyini çox güclü olan Cəbrail öyrətmiş ona. Qüdrət yiyəsidir bu mələk, bərqərar olmuşdu ən ali üfüqdə. Necə varsa eləcə də göründü buradan Peyğəmbərə. Sonra ona doğru yaxınlaşdı və biraz da yaxın gəldi. İki qövs arası qədərincə yaxud daha yaxın oldu araları. Allahın öz bəndəsinə vəhyini Cəbrail yetirdi ona. Gözünün gördüyünü könlü danmadı Peyğəmbərin. Gördüyünün haqqında mı siz onunla mübahisə eləyirsiniz? Cəbraili bir yolda görmüşdü o. Uzaq sonluğun sərhəddindəki sədir ağacının yanında. Cənnət yurdu var orada. O sədir ağacını nə örtürdüsə örtürdü. Peyğəmbər heç nəyi gözündən ötürmürdü, gördüyünü görürdü. Rəbbinin ən böyük ayələrini görmüşdü o. Deyin, nə olan şeydilər Lat, Uzza bütləri və üçüncü olan Mənət bütü. Deməli, oğlanlar sizə aiddir, qızlar Allaha, eləmi? İnsafdan deyil belə bölgü. Sizin və atalarınızın qoyduğu quru adlardan başqa bir şey deyil bu bütlər. Bunların barəsində bir dəlil fərman nazil etməmiş Allah. Yalnız gümana qapılar, nəfsinə uyar bütpərəstlər. Halbuki doğru yolu nişan verən gəlib çıxmış onlara Rəblərindən. Yoxsa hərə ürəyində nə tutubsa olasıdır. Ahirət də, dünyada Allahındır. Göylərdə neçə mələklər var ki, faydasız olan iltimasları nə qədər ki, istədiyi və razı qaldığı bir bəndəsinin xətrinə iltimas üçün izin verməmiş Allah. Yalnız ahirətdə inanmayanlar qız deyərlər mələklərə. Mələklərin yaranışı barədə bir bilgisi yox onların. Yalnız belə zənn edərlər. Zənn isə şübhəsiz haqdan bir şey deyə bilməz. Bizi anmaqdan üz döndərən və dünya həyatından başqa bir şey istəməyən kimsələrdən üç çevir. Bu onların biliyinin son həddidir. Şübhəsiz Rəbbin daha yaxşı tanıyır Allahın yolundan azanları, doğru yolda olanları. Allahındır göylərdə nə varsa, yerdə nə varsa, pislik eləyənlərə pis cəza, yaxşılıq eləyənlərə yaxşı qarşılıq verər o. Yaxşılar o kəslərdir ki, xırda para günahlar işlətsə də, böyük günahlardan, çirkin əməllərdən çəkinər onlar. Genişdir Rəbbinin məğfirəti, şübhəsiz. Sizi torpaqdan yaradandan bəri, analarınızın bətnində hələ rüşeym halında olandan bəri yaxşı tanıyır sizi o. Özünüzü təmizə çıxarmayın. O yaxşı tanıyır Allahdan qorxaraq pis işlərdən çəkinənin kimliyini. İman gətirəndən sonra dinindən dönən kəs döndünmü, nə gördünmü, nə elədi?
Malından azacık verəndən sonra kəsdi o ehsanını. Görülməzi bilirmi o, görürmü o? Musa'nın yazısında olanlardan yoxmu onun xəbəri? Əhdinə vəfa eləyən İbrahimin yazısında olanları bilmirmi o? Heç bir günah yiyəsi özgənin günah yükünü daşıyan deyil. Ancaq öz çalışdığına qovuşar insan. Çalışdığı şübhəsiz bilinəcək neymiş. Elədiyinin əvəzini tam olaraq alacaq o. Rəbbinin dərgahına axır dönəcək hamı. Şübhəsiz güldürən də odur, ağladan da odur. Öldürən də odur, dirildən də odur. Erkəklə dişini bir-birinə tay olaraq o yaratmış. Balalığa tökülən nütfədən yaranmışı təkrar yaratmaq onun öhdəsindədir. Varlandıran da, var verən də odur. Şübhəsiz Şira ulduzunun da cahilliyə çağında ibadət edilən ulduz Rəbbi odur. Odur məhv eləyən, öncə gəlib getmiş olan Ad qövmünü, Səmud qövmünü. Bunların içindən kimsəni sağ buraxmamış. Daha öncə Nuh qövmünü məhv eləmiş. Onlar daha zalım, daha azğın idilər. Lut qövmünün şəhərlərini də qaldırıb yerə vurmuş. Yağdırdığını yağdırmış üstlərinə. Rəbbinin hansı nemətinə sən şək gətirirsən, ey insan? Öncəki elçilər kimi bu Muhammed də xəbərdarlıq eləyəndir. Artıq yaxınlaşmış qiyamət günü. Allahdan başqa heç kim üzə çıxara bilməz bu günü. Bu Qurana mı təəccüb eləyirsiniz? Gülürsüz, ağlamırsınız. Çünki burnuxursuz qəflət içində. Təkcə Allaha səcdə üçün əyilin. Təkcə Allaha ibadət eləyin.